Ukraynanın United 24 media platforması Rusiya ordusunda Ukraynaya qarşı vuruşan İran vətəndaşı Araş Dərbəndi ilə müsahibə yayımlayıb. Qeyd eləyək ki, bu şəxs Rusiya ordusunda hərbi xidmətə cəlb olunduqdan sonra döyüş zamanı Ukrayna tərəfindən əsir götürülən ilk İranlıdır. Bu xəbər dünəndən İran mediasında geniş şəkildə işıqlandırılmağa başlayıb. İlk olaraq nüfuzlu Əsir İran portalı bu barədə Ukrayna müharibəsində ilk İranlının əsirliyi, o, Ruslar üçün döyüşürdü başlığı ilə müfəssəl yazı dərc edib. Ardınca bir çox digər İran saytları da sensasiya xarakterli bu olaydan müxtəlif yönlərdən bəhs ediblər. İranın cənubundakı Əhvaz şəhərindən olan 34 yaşlı fotoqraf Araş Dərbəndi bildirib ki, o, ötən ilin dekabrında iş tapmaq üçün turist vizası ilə Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb. Bir müddət bu şəhərdəki məşhur Neva prospektində küçə fotoqrafı kimi fəaliyyət göstərib və gündəlik təqribən 10-15 min rubl pul qazanıb. Bu ilin fevral ayının əvvəlində o, həmin prospektdə spirtli içki qəbul etmiş halda polislə mübahisə edərək dalaşıb. Nəticədə saxlanılaraq hərbi qarnizona aparılıb. Orada onun qarşısında iki seçim qoyulub. Ya 3-5 illik həbsə yollanmaq, ya da bir il müddətinə müharibəyə getmək. Rusiya hərbçiləri onun etirazına məhəl qoymayıb, bu variantlardan birini seçməyə məcbur ediblər. Müsahibədə bildirildiyinə görə Araş Dərbəndi cəbhədən qaça biləcəyini düşünərək müharibədə iştirak etməyə razılıq verib. Bundan sonra onu Belqrad ətrafında hərbi təlim keçməyə göndəriblər. Təlim zamanı İranlı gənc müharibədən yayınmaq ümidi ilə qəsdən qolunu sındırıb. Lakin bunun xeyri olmayıb və o, müalicə olunduqdan və müvafiq hazırlıq keçdikdən sonra Ukraynaya qarşı döyüşməyə göndərilib. Döyüş bölgəsində olduğu ikinci gün Ukrayna pilotsuz uçuş aparatı onun gizləndiyi səngərə zərbə endirib. Nəticədə onunla birlikdə olan iki hərbçi həlak olub, özü isə ağır yaralanıb və hərəkət edə bilməyib. Həmin gün ərazidə düşüb qaldıqdan sonra iki Ukrayna əskəri onu görüb və yardım göstərərək hospitala çatdırıb. Müsahibədə ən diqqət çəkən məqamlardan biri Araş Dərbəndinin onunla birgə başqa xarici vətəndaşların da olduğu barədə danışmasıdır. O bildirib ki, təlim mərkəzində ondan əlavə İraq, Keniya və Kolumbiyadan olan muzlular da olub. Əksər əcnəbilər müharibədə iştirakla bağlı bir illik müqaviləni yalnız pul xətrinə imzalayırlar. Amma təlim kursuna daxil olan kimi peşman olurlar və artıq müharibəyə getmək istəmədikləri barədə raport yazırlar. Lakin Rus zabitləri buna məhəl qoymur və onları döyüşə göndərirlər deyə Araş Dərbəndi əlavə edib. O, müsahibə zamanı həmçinin boynundan asdığı və üzərində Rusiya Silahlı Qüvvələri yazılmış identifikasiya birkasını da nümayiş etdirib. Araş Dərbəndinin başına gələnlər Rusiyanın müxtəlif ölkələrdə, o cümlədən İranda Ukraynaya qarşı müharibədə iştirak etmək üçün muzlular cəlb etməsi mövzusunu yenidən aktuallaşdırıb. Xatırladaq ki, bununla bağlı dekabrın 8-də Tehrandakı Rusiya səfirliyinə yaxın ərazidə asılmış elan geniş diqqət çəkib və sosial şəbəkələrdə qızğın müzakirələr doğurub. Həmin elanda 18-45 yaş arasında İran vətəndaşları Rusiya ordusunda xidmətə dəvət olunurdu. Bunun üçün ilkin olaraq bir dəfəlik $20.000 müqavilə imzalandıqdan sonra isə ayda $2.000 məvacib vəd edilirdi. Bildirilirdi ki, bilet və viza xərcləri də qarşılanacaq. Ufa şəhərində keçiriləcək təlimlərlə yanaşı rus dili kursları da təşkil olunacaq. Xidmətin xüsusi hərbi əməliyyat zonasında, yəni Ukrayna ərazisində keçiriləcəyi də elanda aydın şəkildə qeyd olunurdu. Elana həmçinin bir Telegram kanalı və e-mail ünvanı əlavə olunmuşdu. Maraqlıdır ki, elanda əlaqə üçün Ermənistana məxsus WhatsApp nömrəsi göstərilmişdi. Sözü gedən elanın İranda geniş müzakirələrə səbəb olması Rusiyanın bu ölkədəki səfirliyini ayrıca təksiblə çıxış etməyə vadar etdi. Səfirlik rəsmən bildirdi ki, bu elan və oxşar məzmunlu digər elanlar saxtadır. Nə səfirliyin, nə də Rusiyanın hər hansı digər dövlət qurumunun bu elanla heç bir əlaqəsi yoxdur. Bununla belə elanda göstərilən Telegram kanalı aktivdir və onun adı 3 dildə, İngilis, Rus və Fars dillərində, Rusiya ordusunda xaricilər üçün müqavilə əsasında xidmət kimi verilib. Kanalda təqribən 2 həftə öncə Fars dilində yerləşdirilmiş elanda Çin, Kolumbiya, Afrika, İraq, İran, Misir və MDB ölkələrindən 18-55 yaş arasında kişilər Rusiya Müdafiə Nazirliyi ilə müqavilə əsasında əməkdaşlığa dəvət olunublar. Bu mövzuda geniş araşdırma yazısı dərc etmiş Fərda Radiosu Tehranda yayılan elandakı WhatsApp nömrəsi ilə əlaqə saxlayıb. Nömrənin sahibi zəngi qəbul etməyib. Məsələ ilə bağlı daha ətraflı məlumat verilməsi barədə səsli mesajın cavabında isə bildirib ki, o sadəcə admindir və hazırda Moskvadadır. Həmçinin xahiş edib ki, fars dilində mesaj göndərməsinlər, çünki başqaları fars dilini bilmir.
İranda yayılmış elana həmin vaxt Ukraynaya məxsus Freedom Telegram kanalı da münasibət bildirib. Bu elana əsaslanaraq Rusiyanın İranda muzlular cəlb etmək işini fəallaşdırdığını vurğulayan kanal yazıb ki, Rusiya Federasiyası səfirliyinin təqsibinə baxmayaraq, bu iqtisadi problemləri və yüksək işsizlik səviyyəsi olan ölkələrə yönəlmiş sistemli ələ almaq şəbəkəsinin bir hissəsidir. Kanal onu da əlavə edib ki, Ukrayna kəşfiyyatının hesablamalarına əsasən Rusiya artıq 128 ölkədən azı 18 min muzlunu öz ordusuna cəlb edə bilib və bu zaman aldatma, təzyiq və maliyyə istismarı kimi vasitələrdən yararlanıb. Haqqında danışılan İranlı fotoqraf Arəş Dərbəndi də məhz təzyiq metodunun qurbanı olub. Bir çox İranlı sosial şəbəkə istifadəçiləri isə onun başına gələnlərə görə adi iş və minimal qazanc üçün gənclərin xarici ölkələrə üz tutmasına bais olan İran rejimini lənətləyiblər.